Ötən həftə Avstriyanın Viyana şəhərində ATƏT-in konfransında Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçisi statusunda Qızılbaş Gəncləri Maarifləndirmə İctimai Birliyinin təmsilçisi Aqil Ələsgər adlı bir qardaşımız iştirak edib, bizi təmsil edib. Bilmədiyi rus dilində çıxış etməsi, daha doğrusu mətni rusca üzündən oxuya bilməməsi tənqid və gülüşlə qarşılanıb. Baxdım o çıxışa, baxdım. Biabırçılıq. İnanın Allaha xəcalət çəkdim mən. Millətimin adından, Azərbaycanın adından mən utandım. Elə bil Obamarketdə ət məhsulları şöbəsində kənddən gələn bir satıcının rus müştərisi ilə danışa bilmir. Hələ o adam danışmaq heç üzündən oxuya bilmir. Bu adamı o boyda nüfuzlu təşkilata, Azərbaycanı təmsil etməyə kim göndərib? Qeyri-hökumət təşkilatlarına dövlət dəstəliyi agentliyi bildirir ki, biz göndərməmişik. Qardaş da deyir ki, mən öz başına getmişəm. Bu nətər olur, hə? Həqiqətənmi QHT ilə bağlı konfransa öz başına gedən adamdan dövlət dəstəyi agentliyinin xəbəri olmur? Onda belə çıxır ki, ATƏT-in konfransına Velizar da gedə bilər, Bayram Nurlu da gedə bilər, Baboş da gedə bilər, kim istəsə gedə bilər. Vallahi onlar geçsəydi, yenə bu qardaşın bu biabırçı çıxışından yaxşı çıxış edərdilər.